Herkese selamlar. Mən Kamil Mösümov. Yeni test toplusundan bütün riyaziyyat suallarının izahını paylaşacağım. A böyük 3 olduqda ifadəsinin qiymətini sadələşdirək. Deməli, kvadrat kökdə kök altında A-nın kvadratı elə bərabərdir modulaya. Yəni dərəcə cüt olduqda hökmən modula çıxmalıdır. O zaman bu ifadə nəyə bərabər olacaq? Kvadratla kök gedər, qalar modula 3 çıxılsın A, çıxılsın A, çıxılsın 3. Şərtdə verib A böyükdür 3-dən. 3-dən böyük hər hansı bir ədəd götür. Məsələn 4 götür. Modulun daxili işarəsini müəyyən etmək üçün. 3 çıxılsın 4, yəni mənfi. Modulun daxili mənfidirsə əksi çıxacaq. 3 çıxı A-nın əksi olacaq əslində A çıxılsın 3. Çıxılsın A, çıxılsın 3. Buradan mənfi A, müsbət A islah getdi. Mənfi 3, mənfi 3 olduğu zaman mənfi 6. Yəni düzgün cavab D variantı. Baxaq ikinci suala. Burada yenə kvadratla kök gedər, qalar 15. Plus kvadratla kök gedər, qalar modulda mənfi 15. Əslində birincidə də modula yazmalıydım. Amma 15-in modulu 15 idi, ona görə yazmadım. Çıxılsın, kvadratla kök gedər, qalar 7. Çıxılsın, yenə kvadratla kök get, qaldı modulda mənfi 12. Bu da yenidən bərabərdir. 15 plus mənfi 10 modulu oldu müsbət 10. Çıxılsın 7, çıxılsın. Mənfi 12 modulu da əslində müsbət 12. Bu da yenidən bərabərdir. 15 plus 10, 25, çıx 7, 18, 18 çıx 12, 6. Düzgün cavab D variantı. Baxaq növbəti suala. Yenə burada kvadratla kök getdi, qaldı 13, plus kvadratla kök getdi, qaldı modulda mənfi 8, çıxılsın, kvadratla kök getdi, qaldı 8, çıxılsın, kvadratla kök getdi, modulda mənfi 6. Bu da yenidən bərabərdir. 13 plus mənfi 8-in modulu oldu müsbət 8, çıxılsın 8, çıxılsın. Mənfi 6-nın modulu oldu müsbət 6. Bu da yenidən bərabərdir. Bu ikisi silah getdi. 13 çıxılsın 6. Yəni oldu zaman düzgün cavab oldu 7. Düzgün cavab A variantı. Baxaq növbəti suala. Ayrı-ayrı kök. 4-cü sualı öncə ayrı-ayrı kökdə yazaq. Yazıram kök altında 7,5. Vurulsun kök altında 1,3. Ayrı-ayrı kökdə yazsaq, kök altında 7,5, bölünsün kök altında 1,3, çıxılsın kök altında 1,3, bölünsün kök altında 7,5. Bu da bərabərdir. Vurub atsaq mötərizəni, nə olacaq o zaman? Birinci dəfə, yəni bu ifadəni buna, sonra buna vurmaq lazımdır. Birinciyə vurduqda, kök altda 1,3-lər ixtisar gedəcək, sadəcə qalacaq nə? Kök altda 7,5, vurulsun kök altda 7,5. Yəni kök altında 7,5-in kvadratı qeyd edirəm. Kök altda 7,5-in kvadratı. Çıxılsın ikinci dəfə, yəni bu ifadəni buna vurduqda isə kök altda 7,5-lər ixtisar gedəcək. Sadəcə nə qalacaq? Kök altda 1,3, vurulsun kök altda 1,3. Yəni kök altında 1,3-ün kvadratı. Bu da yenidən bərabərdir. Kvadratla kök gedər, kvadratla kök gedər. 7,5 çıxılsın 1,3. Bu da bərabərdir. 6,2. Düzgün cavab B variantı. Baxaq sual 5-ə. Eyni qaydalar üzrə biz ayrı-ayrı kökdə yaza bilərik. Yəni yaza bilərik kök altında 9,2. Vurulsun kök altında 3,7. Vurulsun ayrı-ayrı kökdə yazsam kök altında 9,2. Bölünsün kök altında 3,7. Çıxılsın kök altında 3,7. Bölünsün kök altında 9,2. Bu da yenidən bərabərdir. Bu ifadə həm buna, həm də buna vurulmalıdır. Birinciyə vurduqda kök altda 3,7-lər ixtisar gedər. Sadəcə nə qalar? Kök altda 9,2 vurulsun kök altda 9,2. Yəni kök altında 9,2-nin kvadratı. Çıxılsın, ikinciyə vurulduqda isə, yəni tam bu formada vursaq, o zaman kök altda 9,2-lər ixtisar gedər, qalar kök altda 3,3, kök altda daha doğrusu 3,7, vurulsun kök altda 3,7, yəni kök altda 3,7-nin kvadratı. Bu da yenidən bərabərdir. Kvadratla kök gedər, kvadratla kök gedər, 9,2 çıxılsın 3,7. Bu da bərabərdir, deməli 5,5. Düzgün cavab A variantı. Baxaq 6-cı sual. Kəsr məxrəcini irrasionallıqdan azad edin. Kəsr məxrəcini irrasionallıqdan azad etmək üçün qoşmasına vurub bölmək lazım. Yenidə yazıram 3 bölünsün kök altda 5 çıxılsın kök altda 2.
Bunun qoşması plusudur. Yəni hər tərəf biz kök altda 5 plus kök altda 2-yə vurmalıyıq. Vurulsun kök altda 5 plus kök altında 2. Bu da yenidən bərabərdir. Məxrəc A kvadratı çıx B kvadratının düsturudur. Kök 5-in kvadratı 5 çıxılsın kök 2-nin kvadratı 2. Burada 3 vurulsun kök 5 plus kök altında 2. Yəni 5 çıx ki 3 edəcək. Bu 3-lə ixtisar getdi. O zaman doğru cavab oldu. Kök altda 5 plus kök altında 2. Düzgün cavab C variantı. Baxaq sual 7-yə. Yenə kəsrin məxrəcini irrasionallıqdan azad etmək lazımdır. Yazıram. 1 bölünsün. Toplanan yerini dəyişəndə cəm dəyişməz. Kök altda 3 plus kök altda 2. Bunun da qoşması olacaq əslində. Kök altda 3 çıxılsın kök altda 2. Həm məxrəci, həm də sürəti vurmaq lazımdır. Kök altda 3 çıxılsın kök altda 2. Bu da bərabərdir. Məxrəc A kvadratı çıx B kvadratının düsturudur. Kök altda 3-ün kvadratı 3. Çıxılsın kök altda 2-nin kvadratı 2. Sürətli olduğu kimi saxlayıram. Kök altda 3 çıxılsın kök altda 2. Bu da yenidən bərabərdir. Məxrəc 3 çıx 2 1 edir. Sadəcə qaldı kök altda 3 çıxılsın kök altda 2. Düzgün cavab C variantı. Baxaq sual 8-ə. Deməli P kiçikdir 0 olduqda ifadəsinin qiymətini sadələşdirmək lazımdır. Yenidən yazıram kök altında P-nin kvadratının kvadratı plus kök altda P-nin kvadratı bölünsün P çıxılsın 1. Bu da bərabərdir. Əslində kvadratdan kök gedər, modulda P kvadratı qalar. Amma P kvadratı zaten müsbətdir, modula ehtiyacı yoxdur. Elə qalacaq nə? P-nin kvadratı. Plus, amma burada kvadratdan kök gedir, modulda qaldı P. Qeydirəm. Bölünsün P çıxılsın 1. Yenidən bərabərdir. P-nin işarəsi şərtdə verib mənfidir. Modulun daxil mənfidirsə əksi çıxacaq. Yəni nə olacaq o zaman? Qeydirəm P-nin kvadratı. Burada dedik P-nin işarəsi mənfidir. Modulunda daxili mənfisə əksi çıxacaq. P-nin də əksi mənfi P-dir. Çıxılsın P. Bölünsün P çıxılsın 1. Bu da bərabərdir. Sürətdən P-ni mörtəzə xaricini çıxarsam P çıxılsın 1. Bölünsün P çıxılsın 1. Buradan P çıxıb verər ixtisar getdi. Doğru cavab o zaman oldu P. Yəni Y variantı. Sual baxaq 9-a. Eyni qayda üzrə mən burada 4-ün əvəzinə kvadratının kvadratı kimi düşünmək olar. Və kvadratla bu kök gedər. Nə qalacaq o zaman? P-nin kvadratı çıxılsın. Kvadratdan kök getdi. Modulda P qaldı əslində. Bölünsün P plus 1 bərabərdir. Yenə diqqət etirin. Modulun daxil mənfidir. Modulun daxil mənfidirsə əksi çıxacaq. P kvadratı çıxılsın. P-nin əksi mənfi P-dir. Qedirəm mənfi P. Bölünsün P plus 1. Bu da yenidən bərabərdir. P-nin kvadratı plus P bölünsün P plus 1. Yenidən sürətdən P-ni mörtəzə xaricini çıxarsam, o zaman almış olacağım P plus 1 bölünsün P plus 1. Buradan P plus 1'ər getdi. Doğru cavab o zaman oldu P. Yəni Y variantı. Baxaq növbəti suala. 20 bölünsün. Kök altda 20-nin əvəzini yazmaq olar ki 4 vurulsun 5. Çıxılsın 16 bölünsün. Kök altda 80-nin əvəzini yazmaq olar 16 vurulsun 5. Çıxılsın. Ayrı kök yazsam 1-dən kök çıxar 1, kök altda 5. Qeyd etdim. Bu da yenidən bərabərdir. 20 bölünsün. 4-dən kök çıxar 2, kökün altda qalar 5. Çıxılsın 16 bölünsün. 16-dan kök çıxar 4, kökün altda qalar 5. Çıxılsın 1 bölünsün kök altda 5. Bu da yenidən bərabərdir. 2 ilə 20 xısar getdi qaldı 10. 4-dən 16 getdi qaldı 4. Hamısında məxrəc kök altda 5-dir. 10 çıxılsın 4, çıxılsın 1. Yəni oldu 5. Hər tərəf qoşmasına vuraq. Vurulsun kök altda 5, vurulsun kök altında 5. Bu da yenidən bərabərdir. Məxrəcdə kök 5 vur kök 5, yəni 5. Sürətdə 5 vurulsun kök altda 5. 5'lər buradan ixtisar getdi. O zaman qaldı sadəcə kök altda 5. Düzgün cavab B variantı. Baxaq 11-ci suala. Deməli, yenidən yazıram. 10 bölünsün kök altında 5. Çıxılsın. 20-nin əvəzinə 4 vur 5 yazmaq olar. 4-dən də kök çıxar 2, kökün altında qalar 5. Sürətli olduğu kimi saxlayıram. Çıxılsın. Yenə 1-dən kök çıxar 1. Məxrəcdə qalar kökün altında 5. Bərabərdir. 2 ilə 8 ixtisar getdi. Burada 4 qaldı. Hamısında ortaq məxrəc kök altında 5-dir. Deməli, yenə 10 çıx 4 çıx 1. O zaman oldu 5. Qoşmasından vuraq bölək. Vurulsun kök altında 5. Vurulsun kök altında 5. Bərabərdir. Sürəti olduğu kimi saxlayıram 5 kök altında 5. Kök 5'i kök 5'e vursam kök 5'in kvadratı, yəni o zaman olacaq 5. Bu 5 ilə 5 ixtisar getdi. O zaman doğru cavab oldu kök altında 5. Yəni D variantı. Baxaq 12-ci suala.
X bərabərdir 10 vurulsun kök altında 7. Y bərabərdir kök altında 10'da 7. Adi kəsirdə yazacağım 10'da 7. Yenidən bunu da ayrı-ayrı kəsirdə yazmaq olar. Yəni kök altında 7 bölünsün kök altında 10. Bizə x, y-ni ifadə etmək istəyir. Yerində yazıram y bərabərdir kök altında 7 bölünsün kök altında 10. Y-in məxrəci 1'dir. Qeyd edirəm. Çarpaz vurmuş olsa nə almış olacağım əslində? Yəni tam-tamına bu formada. Bu ikisini 1, bu ikisini də 1. Alacaq o zaman nə? Kök altında 7 bərabərdir kök altında 10 vurulsun y. Bu soruşulan x-də yazıram x bərabərdir 10 vurulsun kök 7'nin əvəzinə bu ifadəni yazacağım. Kök altında 10 vurulsun y. Deməli x bərabərdir 10 kök altında 10 y. Düzgün cavab B variantı. Baxaq 12-ci suala. Eyni qayda üzrə burada daha sürətli yazacağım. B bərabərdir birbaşa yazıram. Kök altında 10'da 3 ayrı-ayrı kökdə yazsam kök altında 3 bölünsün kök altında 10. Və çarpazına vurmuş olsam kök altında 3 bərabərdir. Kök altında 10 vurulsun B. A bərabərdir yazıram 10 vurulsun. Köksün də əvəzinə bu ifadəni yazacağım. Yəni kök altında 10 vurulsun B. O zaman A bərabərdir 10 kök altında 10 B. Deməli burada yazacağım. Kök altında 5 plus kök altında 20 nə deməkdir? Kökün altında 4 vur 5. 4'dən 2 çıxar kökün altında qalar 5. Bölünsün kök altında 20. Yenə kök altında 4 vur 5. 4'dən 2 çıxar kökün altında qalar 5. Plus kök altında 5 çıxılsın. Kök altında 20. Yenə 4 vur 5. 4'dən 2 çıxar kökün altında qalar 5. Bölünsün kök altında 5. Bu da bərabərdir. 1 kök 5 plus 2 kök 5. 3 kök altında 5 bölünsün 2 kök altında 5 plus 1 kök 5 çıx 2 kök 5 sadəcə mənfi kök altında 5 bölünsün kök altında 5. Kök 5'lər getdi. Nə qaldı o zaman? 3 bölü 2. Yəni o zaman olacaq 1/5 çıxılsın. Kök 5'lər getmişdi 1 qalmışdı. 1/5 çıx 1 yəni 0/5. 0/5 ilə 2'də 1 deməkdir. Düzgün cavab C variantı. 15-ci suala baxaq. Qeyd edirəm. Kök altında 3 çıxılsın. Kök altında 12 nə deməkdir əslində? Deməli 4 vurulsun 3. 4'dən kök çıxar 2 kökün altında qalar 3. Bölünsün 2 kök altında yenə 3. Plus kök altında 3 plus 2 kök altında 3 bölünsün kök altında 3 bərabərdir. Mörtəzə xaricində də çıxardıra bilərsiniz. Ehtiyac yoxdur. Mən belə hesablayıram. 1 çıx 2 kök altında 3 yəni mənfi kök altında 3 bölünsün 2 kök altında 3 plus buradan olacaq 1 kök 3 plus 2 kök 3 yəni 3 dənə kök altında 3 bölünsün kök altında 3. Kök 3'lər getdi. Nə qaldı o zaman? Mənfi 2'də 1 yəni mənfi 0/5 yazacağım. Plus 3. Bu da bərabərdir 2/5. Düzgün cavab B variantı. Baxaq 16-cı suala. Kvadrat kökdə hökmən modulda çıxacaq. Kvadratdan kök getdikdə qalır nə? Modulda A çıxılsın B. Bu 16A kvadrat əslində 4A'nın mörtəzə kvadratıdır. Yenə kvadratdan kök gedər qalacaq əslində nə? Plus modulda 4A. Bu da yenidən bərabərdir. A çıx B-nin işarəsinə baxaq. A B-dən kiçikdir. Kiçik həddən böyükdə çıxaramsa mənfidir. Modulun daxil mənfisə əksi çıxacaq. A çıx B-nin əksi olacaq B çıxılsın A. Plus yenə A mənfidir. Çünki yazıb A kiçik 0. O zaman 4A da mənfidir. Modulun daxili mənfisə əksi çıxacaq. 4A'nın əksi mənfi 4A'dır. Qeyd edirəm mənfi 4A. Bu da bərabərdir. B çıxılsın. Bu ikisini qruplaşdırsam 5A. Yəni B çıx 5A Y variantı doğru cavabdır. Baxaq 17-ci suala. Bunları bir kökdə yazsam nə yaza bilərəm? Kök altında. Yazıram nə? 4 plus kök altında 15. Bölünsün 4 çıxılsın kök altında 15. Məxrəcin qoşmasına vurub bölək. Yazıram 4 plus kök altında 15. Burada da olacaq əslində yenə 4 plus kök altında 15. Məxrəcin qoşmasına vurub böldüm. Çıxılsın kök altında 15. Bu da yenidən bərabərdir. Kök altında bu ifadəyə diqqət yetirin. A çıx B, A plus B. Yəni kvadratlar fərqidir. O zaman 4'ün kvadratı 16 çıxılsın 15. Məxrəc edir 1. Bunu yazım. 1. Sürət əslində olacaq 4 plus kök altında 15'in kvadratı. Çıxılsın kök altında 15. Bu da yenidən bərabərdir. Burada kvadratdan kök getdi. Nə qaldı o zaman? 4 plus kök altında 15. Çıxsın kök altında 15. Kök 15'lər getdi. 4 doğru cavabımız oldu. 18-ci suala baxaq.
Yine bir kökün altında yazsam ne olacak o zaman? 3 plus kök altında 8 bölünsün 3 minus kök altında 8. Məxrəcin qoşması 3 plus kök altında 8. Deməli, vurulsun yenə 3 plus kök altında 8. Çıxılsın 2 kök altında 2. Yenidən bərabərdir. Kök altında. Məxrəc bir dəfə cəmi bir də fərqi kvadratlar fərqidir. 3-ün kvadratı 9, kök 8-in kvadratı 8. 9 çıx 8 məxrəc oldu 1. Sürət də olacaq nə? 3 plus kök altında 8-in kvadratı. Çıxılsın 2 kök altında 2. Yenidən bərabərdir. Kvadratdan kök gedər. Əslində modul da çıxar, amma 3 plus kök 8 onsuz da müsbətdir. 3 plus kök altında 8. 8-in əvəzinə 4 vur 2 kimi düşünmək olar. 4-dən 2 çıxar, kökün altında qalar 2. Çıxsın 2 kök altında 2. Bu ikisi də islah getdi, oldu 3. Düzgün cavab B variantı. İfadəsinin qiymətini hesablayaq. Yazıram 2 kök altında 18 çıxılsın. Burada A plus B'nin kvadratının üstürüdür. O zaman nə yazıram? A'nın kvadratı, yəni kök altında 6-nın kvadratı. Plus hasilin 2 misli 2 kök altında 6 vurulsun kök altında 3. Plus ikincinin kvadratı, yəni kök altında 3-ün mörtəzə kvadratı. Bu da yenidən bərabərdir. Deməli 2 kök altında 18 çıxılsın. Kök altında 6-nın kvadratı, kvadratdan kök gedər, kvadratdan kök gedər. Deməli 3 plus 6 oldu 9. Amma mənfi. Çünki mörtəzənin qarşısında işarə mənfidir. Deməli burada olacaq kök altında 6 vurulsun kök altında 3, kök altında 18, 2-yə vursam 2 kök altında 18. Mörtəzənin qarşısında işarə mənfi olduğu üçün çıxılsın 2 kök altında 18. Buradan bu ikisi islah getdi. Doğru cavab o zaman mənfi 9. Yəni C variantı. Baxaq sual 20-yə. Öncə B-nin işarəsini müəyyən etmək lazımdır. Kvadrat kökdə kök altı ifadə hökmə müsbət olmalıdır. Yəni 6 bölünsün B müsbət olmalıdır. 0 da ola bilər, amma zaten məxrəc 0 ola bilmədiyi üçün B onsuz da 0 ola bilmir. Deməli 6 müsbətdir. B-nin özü də mütləq şəkildə müsbət olmalıdır. B-nin işarəsini müəyyən etdik. B-nin işarəsi müsbətdirsə, asanlıqla kvadrat kökə daxil etmək olar. Kökün dərəcəsi 2-dir yazılmaz. Yəni B kökün dərəcəsindən B-nin kvadratı kimi daxil olacaq? Vurulsun 6 bölünsün B. Bu da yenidən bərabərdir. Buradan kvadratdan B-nin özü getdi. Kökün altında qaldı 6 vurulsun B. Yəni düzgün cavab D variantı. 21-ci suala baxaq. Burada A kökə yenə eyni qayda üzrə A-nın kvadratı kimi daxil olacaq? A-nın kvadratı vurulsun 7 bölünsün A. Və A-ların bir ixtisar getdi. Kökün altında 7A. Düzgün cavab A variantı. 22-ci suala baxaq. Deməli 64-dən kök çıxar 8. B kvadratdan kök çıxar modulda B. Çünki cüt dərəcədən hökmən modula çıxmalıdır. Kökün altında tək qaldı A. Bu da yenidən bərabərdir. B-nin işarəsini şərtdə verib mənfidir. Modulun daxili mənfidirsə əksi çıxacaq. 8 vurulsun. B-nin işarəsi mənfi olduğu üçün əksi, B-nin əksi də mənfi B-dir. Mənfi B kimi çıxacaq. Vurulsun kök altında A. Bu da yenidən bərabərdir. Mənfi 8B kök altında A. Burada şagirdlərin tez-tez soruşur. Müəllim, B mənfidir, moduldan müsbət çıxmalıdır. Bəs niyə işarəni burada mənfi yazırız? Buradakı mənfini görüb, bu ifadəni, siz qırmızı ilə qeyd edəcəm, bunun mənfi olduğu anlama gəlməz. Çünki B-nin özü mənfidir. B-nin daxilində sanki bir mənfi gizlənib. Qarşıda bir mənfi əslində oldu müsbət. Ona görə bu formada yazırıq. 23-cü suala baxaq. Deməli, dəyişənin hansı qiymətində ifadənin mənası var? Kvadrat kökün mənası olması üçün kök altı ifadə mənfi olmamalıdır. Yəni müsbət və 0 olmalıdır. O zaman qeyd edirəm, mənfi 10 plus 5x böyükdür bərabərdir 0-dan. 5x-in özü böyükdür bərabərdir müsbət 10-dan. X-in özü böyükdür bərabərdir 2-dən. Deməli 2-yə bərabər və ondan böyük. Düzgün cavab D variantıdır. Dəyişən hansı qiymətində yenə ifadəsinin mənası var? Kök altı ifadə, yəni 5 çıxılsın 10x böyükdür bərabərdir 0. Mənfi 10x böyükdür bərabərdir mənfi 5-dən. Çünki 5-i sağa keçsin işarə dəyişdi. Diqqətli olun burada. Bərabərsinin hər tərəfi mənfi böldükdə bərabərsinin işarəsi hökmən dəyişər. X kiçikdir bərabər olacaq. Fikir verin, öncə böyükdür bərabər yazmışam. İndi isə kiçikdir bərabər yazmışam. Və mənfi 5 bölünsün mənfi 10 müsbət 2-də 1. Deməli 2-də 1-ə bərabər və ondan kiçik. Düzgün cavab D variantıdır. 25-ci suala baxaq. Eyni qayda üzrə dedik kök altında 2-dən 1,4 çıxır. 1,4 çıxılsın 5, mənfi 3,6. 1,4 plus 1 oldu 2,4 və bizə nəyi soruşur? Aralığında neçə tam ədəd var? O zaman bura düşən ədədlər mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. Başqası da yox. Saysam o zaman 3, üstdə burada 6 dənə. Düzgün cavab D variantı. Deməli, sual baxıram.
27-yə. Üstdən kök neçə çıxır? Bu da bilirəm ki, yenə 1 tam nə qədərdir? Amma daha dəqiqini bilmək istəsəz, 1,7-dir. 1,7. Yəni 17-nin kvadratı 289. 2 virgül arsam o zaman olacaq 2,89. Təqribi 1,7 çıxar. 1,7 çıxılsın 2 və 7-dən kök neçə çıxacaq əslində? Bu 4 olsa olardı ki, amma 7-dir. Demək ki, 2-dən böyükdür. 2 tam nə qədər? Gedirəm 2 tam nə qədər? Heç bunu təqribi hesablamadım. Plus 1. O zaman neçə olacaq o zaman? 1,7 çıxılsın 2. Yəni mənfi 0,3. Bu da 2 tam nə qədər? Üzərinə bir gəlsəm 3 tam nə qədər? Belə qeyd edilə bilərsiniz. Bu arağa düşən tam ədədlər təbii 0, 1, 2, bir də 3-dür. Bizdən sayını soruşur. 4 dənə düzgün cavab B variantı. Sual baxıram 28-ə. Yenə üstdən kök dedi təqribi nə qədər çıxacaq? 1,7 çıxılsın 1. Yəni o zaman 0,7. 5-dən kök 2 tam nə qədər? 2,2 qeyd edirəm təxmini. Plus 2. O zaman neçə olacaq? 0,7 və 4,2 aralığında hansı tam ədədlərdir? Bura düşür 1, 2, 3, 4. Yəni o zaman ilə sayda 4 dənə düzgün cavab D variantıdır. Sual baxaq 29-a. Bu tip sualları şifahi yazmanız yəni şifahi qeyd etməniz daha önəmlidir. Çünki 9-un kök neçə çıxır əslində? 3. 13 plus 3, 16. Kök çıxar 4. 4 plus 21, 25. Kök çıxar 5. 4 plus 5, 9. 9-dan kök çıxar 3. Düzgün cavab C var. Eyni qayda üzrə. Deməli, 4-dən kök çıxar 2. 2 plus 23, 25. 25-dən kök çıxar 5. 21 çıx 5, 16. Kök çıxar 4. 32 plus 4, 36. Kök çıxar 6. Düzgün cavab A variantı. Deməli, 31-ci suala baxaq. 75-in əvəzinə yazmaq olar ki, 25 vurulsun 3. Plus 108-in əvəzinə yazmaq olar 36 vurulsun 3. 48-in əvəzinə yazmaq olar 16 vurulsun 3. Bu da yenidən bərabərdir. 25-dən kök çıxar 5, kökün altında qalar 3. 36-dan kök çıxar 6, kökün altında qalar 3. 16-dan çıxar kök 4, kökün altında qalar 3. Bu da yenidən bərabərdir. Deməli 5 plus 6, 11 çıxılsın 4. Yəni 7 kök altında 3. Düzgün cavab o zaman B variantı. 32-ci suala baxaq. Kök altında 8-in əvəzinə 4 vurulsun 2 yazmaq olar. Plus 4 vurulsun. 27-nin əvəzinə 9 vurulsun 3. Çıxılsın 3 vurulsun. 48-in əvəzinə 16 vurulsun 3 yazmaq olar. Bu da yenidən bərabərdir. 4-dən kök çıxar 2, kökün altında qalar 2. Plus 9-dan kök çıxar 3, 3 vur 4, 12, kökün altında yenə 3. Çıxılsın 16-dan kök çıxar 4, 4 vur 3, yenə 12, kök altında 3. Bu da yenidən bərabərdir. Bu ikisi buradan islah getdi. Cavab o zaman oldu 2 kök altında 2. Yəni B variantı. 33-cü suala baxaq. Kök altında 50-nin əvəzinə yazmaq olar 25 vurulsun 2. Plus 2 vurulsun 32-nin əvəzinə yazmaq olar 16 vurulsun 2. Çıxılsın 98-in əvəzinə yazmaq olar 49 vurulsun 2. Bu da yenidən bərabərdir. 25-dən kök çıxar 5, kökün altında qalar 2. Plus 16-dan kök çıxar 4, 4 vur 2, 8, kökün altında 2. Çıxılsın 49-dan kök çıxar 7, kökün altında 2. Bu da yenidən bərabərdir. 5 plus 8, yəni 13. Çıxılsın 7, 6 kök altında 2. Düzgün cavab D variantıdır. 34-cü suala baxaq. Deməli, kök altında 13 ədədinin kəsr hissəsi. Ədədin özündən tam hissəsini çıxanda kəsr hissəsini verər. Kök altında 13-ün o zaman tam hissəsi nə olacaq? Əslində 13-dən kök təxmini 3 tam nə qədər çıxar? 3-ün kvadratı olsa 9 olardı. Amma bu 13-dür də. O zaman 3-ü aşır. 4 olsa 4-ün kvadratı 16 olardı. Deməli, kök altında 13-dən təxmini 3 tam nə qədər çıxacaq? Bizə bunun kəsr hissəsi lazımdır. Ədədin özündən, yəni kök altında 13-dən tam hissəsini, yəni 3-ü çıxsam, kəsr hissəsini almış olarım. Deyir, kəsr hissəsi ilə ədədinin, yəni kök altında 13 plus 3-ün hasilini soruşur. Bu da A kvadratı çıx B kvadratının üstürüdür. Kök 13-ün kvadratı 13, çıxılsın 3-ün kvadratı 9. 13 çıxılsın 9 oldu 4. Düzgün cavab o zaman A variantı. 35-ci suala baxaq. Ədədin kəsr hissəsi 19-un təqribi kök 4 çıxar. Yəni ədədin özündən, yəni kök 19-un tam hissəsini çıxsam, kəsr hissəsini almış olacam. Vurulsun kök altında 19, deməli plus 4. Bu da yenidən bərabərdir. Bir dəfə cəmi, bir dəfə fərqi. A kvadratı çıx B kvadratının üstürüdür. Kök 19-un kvadratı 19, çıxılsın 4-ün kvadratı 16. Bu da bərabərdir. 19 çıx 16, 3. Düzgün cavab B variantı. Deməli, bu kəsrləri ayrı-ayrı qoşmasını vurub bölüb sadələşdirib yazmaq olar və ya birbaşa ortaq məxrəc etmək olar. Mən birbaşa ortaq məxrəc edəcəm. Ortaq məxrəc bu ikisinin nə idi? Elə hasilidir.
Yani kök altında 7 çıxılsın kök altında 5. Vurulsun kök altında 7 plus kök altında 5. Burada deməli bu ifadənin tamamını buna bölsəm nə qalacaq? Əslində plusu qalacaq. Bunu da kök altında 7-yə vurmaq lazım. Yəni məxrəcə bölüb sürata vurmaq lazım. O zaman nə qaldı? Kök altında 7 vurulsun kök altında 7 plus kök altında 5. Çıxılsın. Yenə eyni qayda üzrə bu ifadənin tamamını buna bölsəm kök 7 çıx kök 5 qalacaq. Onda sürətə vurmaq lazım. Yəni olacaq nə? Kök altında 5 vurulsun kök altında 7 çıxılsın kök altında 5. Bu da yenidən bərabərdir. Məxrəc nəyin düsturudasında? A kvadratı çıx B kvadratı düsturudur. Kök 7-nin kvadratı 7, kök 5-in kvadratı 5. 7 çıx 5 əslində oldu 2. Sürəti vurub atsaq, buna da vurulmalıdır kök 7, buna da. Kök 7 vurulsun kök 7. Yəni kök altında 7-nin kvadratı. Kvadratla kök gedir, qalar sadəcə 7. Plus kök altında 7 vurulsun kök altında 5, kök altında 5 dəfə 7 35. Çıxılsın, yenə eyni qayda üzrə kök 5 həm buna vurulmalıdır. Çıxılsın, kök 5 vurulsun kök 7, yəni kök altında 35. İkincisinə vuranda mənfi vurduğum üçün müsbət oldu. Kök 5 vurulsun kök 5, kök 5-in kvadratı, yəni 5. Buradan bu ikisi diqqət edin, silah getdim. 7 plus 5, yəni 12 bölünsün 2, 6. Düzgün cavab A variantıdır. 37-ci sualda da yenə eyni qayda üzrə birbaşa yazacağım. Yazıram kök altında 13, çıxılsın kök altında 11, vurulsun kök altında 13, plus kök altında 11. Və yenə bu ifadənin tamamını buna bölsəm plusu qalacaq. Onda vurmalıyım kök altında 13-ə. Yəni kök altında 13 vurulsun kök altında 13 plus kök altında 11. Çıxılsın eyni qayda üzrə kök altında 11 vurulsun kök altında 13 çıxılsın kök altında 11. Bu da bərabərdir yenidən. Məxrəc A kvadratı çıx B kvadratı düsturudur. Kök 13-ün kvadratı 13. Kök 11-in kvadratı 11. 13 çıxılsın 11. Yəni 2. Sürəti vurub atsaq tam bu formada. Deməli, kök 13 vurulsun kök altında 13. Yəni 13. Plus kök altında 13 vurulsun kök altında 11. Olacaq kök altında 143. Burada kök 13-ü, deməli kök altında 11-i kök 13-ə həm də kök altında 11-ə vurmaq lazımdır. O zaman olacaq kök altında 11 vurulsun kök altında 13. Yəni kök altında 143. Mənfi vursa müsbət. Kök altında 11 vurulsun kök altında 11. Yəni 11. Bu ikisi buradan istilah getdi. 13 plus 11 yəni 24 bölünsün 2, 12. Düzgün cavab o zaman C variantıdır. Baxaq növbəti suala. Kəsir məxrəcini irrasionallıqdan azad etmək lazımdır. Yəni məxrəci qoşmasına vurub bölmək lazımdır. Yenidən kəsir götürürəm. 3 bölünsün 2 kök altında 3 çıxılsın 3. Qoşması plusudur. Yəni bunu da fərqlə qeyd edəcəm. 2 kök altında 3 plus 3-ə deməli həm vurdum, həm də böldüm. Yazıram 2 kök altında 3 plus 3. Bu da yenidən bərabərdir. Deməli sürəti olduğu kimi saxlayırım. 3 vurulsun 2 kök altında 3 plus 3. Məxrəc bir dəfə cəmbi də fərqi A kvadratı çıx B kvadratı düsturudur. 2 kök altında 3-ün kvadratı. 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3. 3 vur 4, 12. Çıxılsın 3-ün kvadratı 9. Bu da yenidən bərabərdir. Əslində 12 çıxılsın 9. 3 etdi. Bu deməli bu 3 ilə bu 3 ixtisar gedər. Sadəcə nə qalar? 2 kök altında 3 plus 3. Düzgün cavab D variantıdır o zaman. 39-cu suala baxaq. Öncə kəsiri götürürəm. 3 bölünsün 2 kök altında 3 plus 3. Məxrəcin qoşmasına vuraq, bölək. Məxrəcin qoşması olacaq 2 kök altında 3 minus 3. Bunu həm də sürətə yazmaq lazımdır. 2 kök altında 3 minus 3. Bu da yenidən bərabərdir. Məxrəc A kvadratı çıx B kvadratı düsturudur. O zaman olacaq nə? 2 kök 3-ün kvadratı. 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3. 3 vur 4 oldu, o zaman 12. Çıxılsın 3-ün kvadratı, yəni 9. Sürəti olduğu kimi yerində yazıram. 3 vurulsun 2 kök altında 3, çıxılsın 3. 12 çıx 3. Daha doğrusu 12 çıx 9, 3. Və burada da 3 bu ixtisar getdi. O zaman nə qaldı? 2 kök altında 3 çıxılsın 3. Düzgün cavab C variantıdır. 40-cı suala baxaq. Burada ayrı-ayrı qoşmasına vurub bölmək olar. Amma yenə mən birbaşa ortaq məxrəc edəcəm. Ortaq məxrəc hasilidir. Yəni kök altında 5, çıxılsın kök altında 7, vurulsun kök altında 5 plus kök altında 7. Bu ifadənin tamamını bu məxrəcə bölsəm plusu qalar. Buna sürətə vurmaq lazımdır. O zaman olacaq əslində kök 5 plus kök altında 7-nin mörtəzə kvadratı plus. Deməli bu ifadənin tamamını buna bölsəm minusu qalacaq.
Yəni o zaman qeyd edirəm. Kök altda 5 çıxılsın kök altda 7-nin kvadratı. Yenidən bərabərdir. Məxrəc a kvadrat çıx b kvadrat üstürüdür. Kök 5-in kvadratı 5 çıxılsın. Kök 7-nin kvadratı 7. Sürətə müxtəsər tətbiq etsəm kök 5-in kvadratı 5 plus hasilin iki misli olacaq 2 kök altında 5 dəfə 7 35 plus kök 7-nin kvadratı əslində oldu 7 plus yenə kök 5-in kvadratı 5 çıxılsın hasilin iki misli 2 vursun kök 5 vursun kök altda 7 yəni kök altda 35 plus kök altda 7-nin kvadratı yəni 7. Buradan diqqət yetirin. Bu ikisi buradan islah getdi. O zaman geriyə nə qaldı əslində? 5 plus 7 12 plus 5 17 plus 7 yəni 24. 24 bölünsün mənfi 2 bərabərdir mənfi 12-yə. Düzgün cavab B variantıdır. Baxaq 41-ci suala. Burada birbaşa ortaq məxrəc edəcəm. Yəni yazıram 9 plus kök altında 5 vurulsun 9 minus kök altında 5. Deməli, bu ifadənin tamamını birinci məxrəcə bölsəm, çıxması qalacaq, onu sürətə vurmaq lazım. Yəni 9 çıx kök altında 5-in kvadratı plus yenə bu ifadənin tamamını buna bölsəm, plusu qalacaq, onu da sürətə vursam, olacaq nə əslində? Deməli, 9 plus kök altında 5-in kvadratı. Yenidən bərabərdir. Məxrəc a kvadratı çıx b kvadratı üstürüdür. 9-un kvadratı 81 çıxılsın kök 5-in kvadratı 5. Burada da müxtəsər tətbiq etsəm 9-un kvadratı 81, hasilin iki misli olacaq əslində 18 kök 5 plus kök 5-in kvadratı 5. Plus yenə burada müxtəsər tətbiq etsəm 9-un kvadratı 81 plus hasilin iki misli olacaq 18 kök altda 5 plus kök 5-in kvadratı 5. Bu da yenidən bərabərdir. Diqqət edin bu ikisi buradan islah getdi. Sürəti hesablasaq 81, 81, 162 plus 10. Yəni heç oldu o zaman 172 bölünsün 81 çıx 5 yəni 76. Bu hər tərəf 2-yə ixtisar gedir. Hətta deməli 4-ə gedirmi? Bəli 4-ə də bölünür. 4-ə bölsəm olacaq əslində 10. Bir dəfə 4, 36 bölünsün 4, 19 düşdü. 4-ə bölsəm 4 dəfə 3 dəfə 43 bölünsün 19. Yəni doğru cavabımız C variantıdır. 42-ci suala baxaq. Ədədi intervallardan hansına daxildir? Öncə ədədi sadələşdirək. A bərabərdir. Kök altda 8-in əvəzinə yazmaq olar ki, 2 vurulsun 4. O da 4-dən kök 2 çıxar, kökün altda qalar 2. Plus 3 kök altında 2 bölünsün 2 kök altında 2. Bu da yenidən bərabərdir. Deməli 2 kök 2 plus 3 kök altında 2. Oldu o zaman 5 kök altında 2. Bölünsün 2 kök altında 2. Köklər getdi. 5-i də 2-yə bölsəm oldu 2,5. Gəlin variantlara baxaq. 2,5 hansı arağa düşür? O da 2 ilə 3-ün arasında düşür. Düzgün cavab A variantıdır. Sual baxıram 43-ə. Yenə yazıram A bərabərdir. Kök altda 12-nin əvəzinə kök altda 4 vurulsun 3 yazmaq olar. 4-dən kök 2 çıxar, kökün altda qalar 3. Plus 3 kök altında 3 bölünsün 3 kök altında 3. Bu da bərabərdir. 5 kök altda 3 bölünsün 3 kök altında 3. Kök üstlər getdi o zaman. Nə qaldı o zaman? 5 bölünsün 3. Yəni 1 tam 3'də 2. 1 tam 3'də 2 də 1 ilə 2'nin arasına düşür. Düzgün cavab Y variantıdır. Sual 44. Deməli, kvadratdan kök gedər. Qala əslində mütləq şəkildə modulda kök 5 çıxılsın 9. Burada asanlıqla işarə müəyyən etmək olar. Məsələn, 5-dən zaten bilirəm 2 tam nə qədər? Çıxılsın 9 işarə mənfidir. Modulun daxil mənfidirsə əksi çıxacaq. Yəni modulun daxil işarəsi mənfidir. Əksi çıxmalıdır ki, olsun müsbət. Birbaşa olacaq 9 çıxılsın kök altda 5. Amma bunu çox saniyə içində dedim, amma istəyirəm ki, daha ümumi sürü bilərsiniz. Kök 5-in kvadratı neçə oldu əslində? 5. 9'un kvadratı 81. Bundan sonra müqayisə etmək olar. Baxırsınız ki, 81 daha böyükdür də. O zaman başa düşdüm, kiçik ədəddən böyük çıxıram. Kiçikdən böyük çıxdığım üçün modun daxil işarəsi mənfidir. Buradan da ümumi üsulu bilmiş oldunuz. Yenidən bu təqribi bərabərdir. 9 çıxılsın. 5-dən kök təqribi 2 tam nə qədər çıxar? Hətta biraz da dəqiq desəm 2 tam onda 2 çıxar. Bu da bərabərdir. 6 tam onda 8. 6 tam onda 8 də 6 ilə 7 arasında düşür. Düzgün cavab D variantıdır. 45-ci suala baxaq. Sual 45. Deməli, kvadratdan kök gedər. Nə qalır o zaman? Modulda kök altda 3 çıxılsın 7. Yenə öncə modulun daxil işarəsi müəyyən etmək lazımdır. 3-dən təxmini 1 tam nə qədər çıxar? Hətta daha dəqiq desəm 1 tam onda 7 çıxılsın 7. O zaman modulun daxil işarəsi mənfidir. Modulun daxil işarəsi mənfisə əksi çıxacaq. Yəni 7 çıxılsın kök altda 3 olacaq. Bu da bərabərdir. Təqribi təbii bərabərdir. 7 çıxılsın 1 tam onda 7. Bu da bərabərdir. 5 tam onda 3.
5,3 də 5 ilə 6-nın arasında yerləşir. Düzgün cavab B variantıdır. Baxıram 46-cı suala. Yenə kvadratdan kök gedər, mütləq şəkildə qalar modulda A çıxılsın B. Bu 25A kvadratı əslində bunu ayrıca qeyd etsin 5A-nın mörtəzə kvadratı deməkdir. Yenə kvadratdan kök gedər. Burada nə qalır sadəcə? Plus modulda 5A. Bundan sonra qayıdaq işarə söhbətinə. Fikir verin, A kiçikdir 0-dan, o kiçik B-dən. Yəni B A-dan daha böyükdür. Deməli, kiçik ədəddən, çünki A B-dən kiçikdir axı, böyük çıxarımsa işarə mənfidir. Modulun daxili mənfisi əksi çıxacaq. A çıxıb B-nin əksi olmalıdır əslində. B çıxılsın A. Diqqət edirin, A-nın işarəsi nədir? 0-dan kiçikdir. 5-ə vursam yenə 0-dan kiçikdir. Modulun daxili mənfidirsə əksi çıxacaq. Plus 5A-nın əksi oldu, mənfi 5A. Bu da yenidən bərabərdir. Sadələşdirmə aparsaq, yəni B çıxılsın, mənfi A, mənfi 5A, mənfi 6A. Yəni B çıx 6A düzgün cavab C variantıdır. Baxaq 47-ci suala. Yenə eyni qayda üzrə kvadratdan kök getdi. Burada modulda A çıx B qaldı. 4A kvadratından çıxacaq moduldur 2A. Bu da yenidən bərabərdir. Diqqət etirin, A B-dən kiçikdir. Kiçik həddən böyük çıxdığımız üçün yenə modulun daxili mənfidir. Əksi çıxacaq. B çıxılsın A. Plus A-nın işarəsi də mənfidir. Modulun daxili yenə mənfidir. Əksi çıxacaq. 2A-nın əksi mənfi 2A-dır. Bu da bərabərdir. B çıxılsın 3A. Düzgün cavab o zaman Y variantıdır. 48-ci sual. Deməli yazıram kök altında 24. Çıxılsın 5-in qüvvətində 11. Vurulsun. 22-nin əvəzinə 2 vurulsun. 11 kimi düşünmək olar. Deməli, o zaman bu ifadəyə müxtəsər tətbiq etsəm, yəni A plus B-nin kvadratının düsturunu tətbiq etsəm, kök altında 3-ün kvadratı oldu 3. Plus hasilin 2 misli, yəni olacaq 2 kök altında, kök 3 vur kök 2, kök altında 6. Plus kök altında 2-nin kvadratı 2, 10 da qüvvətində 11. Yenidən bərabərdir. Diqqət etirin qüvvətlərə 11, 11, hər ikisinin qüvvət eynidir. O zaman qüvvətlər eynidirsə, əsasları vurub qüvvəti saxlamaq lazımdır. Yəni A-nın qüvvətində eyni, vurulsun B-nin qüvvətində eyni, elə bərabərdir A vur B-nin qüvvətində eyni. Bu xassədən istifadə edə bilərik. 11 o zaman saxlayıram. Yazıram nə? Kök altında 24, çıxılsın 5, vurulsun. Burada diqqət edin, gəlin 2-ni də bir dəfələ kökə daxil edək. 2-nin kvadratı 4, 4 vur 6, 24. Bu kök altında elə 24 demək. 3 plus 2 oldu 5, plus 5 qeyd edirəm. Bu da yenidən bərabərdir. Diqqət etirin, bir də fərqli, bir dəfə cəmi A kvadrat çıx B kvadrat düsturudur. Kök altı 24-ün kvadratı 24, çıxılsın 5-in kvadratı 25. 10 da qüvvətində 11. Bərabərdir. 24 çıxılsın 25, mənfi 1. Mənfi 1-in tək dərəcənin qüvvəti olacaq elə mənfi 1. Düzgün cavab Y variantı. Yazıram kök altında. Deməli, kök 7 plus kök altında 6. Bölünsün, kök 7 minus kök altında 6. Məxrəcin qoşmasına vuraq bölək. Məxrəcin qoşması nədir əslində? Onu da fərqli rənglə qeyd edəcəm. Kök 7 plus kök altında 6. Həm məxrəcə, həm sürəti vurmaq lazımdır. Kök 7 plus kök altında 6. Keçirəm ikinci kəsirə. Kök altında yenə eyni qayda üzrə nə yazım əslində? Öncə ifadən köçürüm. Kök altında 7, çıxılsın kök altında 6. Bölünsün kök altında 7 plus kök altında 6. Məxrəcin qoşması nədir əslində? Minusudur. Yazacağım o zaman nə? Kök 7 minus kök altında 6. Kök altında 7 minus kök altında 6. Yenidən bərabərdir. Diqqət etirək. Bu ifadə A kvadratı çıx B kvadrat düsturudur. Yəni olacaq 7 çıxılsın 6. Məxrəc 7 1 yazmıram. Sürət nə olacaq əslində? Kök 7 plus kök altında 6-nı vurulsun kök 7 plus kök altında 6. Yəni kvadrat olacaq. Kvadratdan kök gedir. Birbaşa qalar kök altında 7 plus kök altında 6. Çıxılsın sadə mörtəzə. Məxrəc yenə oldu 1. Sürətlə fikir verin. Eyni ifadələr də vursam kvadratı. Kvadratdan kök gedər. Sadəcə qalar kök 7 çıx kök altında 6. Əslində modulda yazmalıyam. Yazmıram. Çünki kök 7 zaten kök altında 6-dan böyükdür. Kök 7 çıxsın kök altında 6. Bu da yenidən bərabərdir. Kök 7 plus kök altında 6. Çıx kök altında 7 plus kök altında 6. Buradan bu ikisi silah getdi. Kök altında 6 plus kök altında 6. 2 kök altında 6. Düzgün cavab A variantıdır. 1 bölünsün. Kök altında 12 əslində 4 vurulsun 3 deməkdir. 4-dən kök çıxar 2, kökün altında qalar 3. 27 9 vurulsun 3 deməkdir. 9-dan kök çıxar 3, kökün altında qalar 3. Çıxılsın 5 kök altında 2. Bunu qeyd etdim. Çıxılsın 1 bölünsün. Kök altında 3 plus 48 əslində nə deməkdir? 16 vurulsun 3, 16-dan kök çıxar 4, kökün altında qaldı 3. Plus 5 kök altında 2.
Çıxılsın 4 bölünsün 5 kök altında 2. Yenidən bərabərdir. 1 bölünsün 5 kök altında 3. Çıxılsın 5 kök altında 2. Çıxılsın 1 bölünsün 5 kök altında 3. Plus 5 kök altında 2. Deməli, çıxılsın 4 bölünsün 5 kök altında 2. Yenidən bərabərdir. Bu ikisindən 5-i mörtəzə xaricini çıxarsam, nə almış olacaq əslində? Qeyd edirəm o zaman yenidən 1 bölünsün 5-i mörtəzə xaricini çıxartdım. Kök altında 3, çıxılsın kök altında 2. Çıxılsın, bu ikisindən yenə 5-i mörtəzə xaricini çıxartmış olsam, nə almış olacaq? 5 vurulsun, kök altında 3, plus kök altında 2. Çıxılsın, gəlin bir dəfəlik bunu yerindəcə qoşmasına vuraq, bölək. Vurulsun kök 2, vurulsun kök 2. Deməli, buradan almış oldum 4 kök altında 2. Kök 2 vurulsun kök altında 2, yəni 2. 5 vurulsun 2. Yenidən bərabərdir. Qeyd edirəm o zaman. Biraz da sadəlik üçün bu ilk iki ifadədə də qoşmasam vuraq, bölək. Kök altında 3 plus kök altında 2. Kök altında 3 plus kök altında 2. Burada da kök altında 3 minus kök altında 2. Kök altında 3 minus kök altında 2. Yenidən bərabərdir. 2 verir. Məxrəc nə oldu əslində? Kök altında 3 çıx kök 2, kök 3 plus kök 2. A kvadrat çıx B kvadrat üstürüdür. O zaman kök 3-ün kvadratı 3, kök 2-nin kvadratı 2. 3 çıx 2, 1. Sadəcə məxrəcdə o zaman qaldı 5. Kök 3 plus kök altında 2. Çıxılsın. Yenə eyni qayda üzrə məxrəc oldu 5. Sürətdə oldu kök altında 3, çıxılsın kök altında 2. Buradan 2 ilə 4 getdi, çıxılsın. Nə almış oldum əslində? 2 kök altında 2 bölünsün 5. Bu da bərabərdir. Məxrəclər hamısında eynidir. Məxrəci saxlayaq. Sürətləri çıxaq. 5. Buradan oldu kök altında 3 plus kök altında 2. Çıxılsın kök 3. İşarə mənfi olduğu üçün kəsrin qarşısında plus kök altında 2. Çıxılsın 2 kök altında 2. Bərabərdir. Deməli, kök altında 2, kök altında 2, 2 kök altında 2 və burada 2 kök 2 var. Bunlar islah getdi. Nə qaldı o zaman? Kök üstlər də getdi. 0 böl 5, 0. Düzgün cavab 0. 3, 2, 1, 0. Sual baxaq 51-ə. Deməli, 1 bölünsün 5 kök altında 3 çıxılsın. Kök altında 18 əvəzində kök altında 9 vurulsun. Əslində 2 kimi düşünmək olar. 9-dan kök çıxar 3, kökün altında qalar 2. Çıxılsın 8-in əvəzindən kök altında 4 vurulsun. 2 kimi düşünmək olar. 4-dən kök çıxar 2, kökün altında qalar 2. Çıxılsın 1 bölünsün. Kök altında 27-nin əvəzinə kök altında 9 vurulsun. 3 kimi düşünmək olar. 9-dan kök çıxar 3, kökün altında qalar 3. Plus 12-nin əvəzinə 4 vurulsun. 3 kimi düşünmək olar. 4-dən kök çıxar 2, kökün altında qalar 3. Plus 5 kök altında 2. Çıxılsın 4 bölünsün 5 kök altında 2. Bu da yenidən bərabərdir. Deməli 1 bölünsün. Əslində bu ikisini qruplaşdırsaq olacaq mənfi 5 kök altında 2. Yəni 5 kök 3 çıxılsın 5 kök altında 2. 5-i də mörtəzə xaricdən çıxartmış olsam, nə almış olacam əslində? Kök altında 3 çıxılsın kök altında 2. Çıxılsın. Burada da qeyd edirəm yenidən 1 bölünsün. Bu ikisini qruplaşdırsam 5 kök altında 3. Gəlin 5-i də bir dəfəlik bu ikisindən mörtəzə xaricini çıxartmış olsam, kök altında 3 plus kök altında 2. Çıxılsın 4 bölünsün 5 kök altında 2. Hər birini qoşmasına vurub böləcəm. Birincinin məxrəcinin qoşması kök altında 3 plus kök altında 2. Kök altında 3 plus kök altında 2. İkincidə qoşma olacaq əslində. Kök altında 3 minus kök altında 2. Kök altında 3 minus kök altında 2. Burada sadəcə kök altında 2. Bu da yenidən bərabərdir. Qeyd edirəm. Deməli, sürət əslində olduğu kimi saxlayıram. Yazıram əslində kök altında 3 plus kök altında 2. Diqqət edirəm bu ifadə A kvadratı çıx B kvadratının üstürüdür. Olacaq kök 3-ün kvadratı 3, kök 2-nin kvadratı 2. 3 çıx 2, 1. Sadəcə olduğu zaman 5. Çıxılsın. Burada da eyni qayda üzrə fikir verin, bu da 1 edir. Məxrəc də 5-dir. Bir məxrəci də yazacağım, çünki məxrəclər bərabərdir. Çıxılsın. Kök altında 3, bu ifadəni yazıram. Plus kök altında 2. Niyə? Kəsrin qarşısında işarə mənfi idi, ona görə dəyişdim. Burada da kökünü kökçəyə vursam, fikir verin, edir 2, bu 2 ilə 4 getdi, burada qaldı 2. Yenə məxrəc 5-dir. Çıxılsın birbaşa 2 kök altında 2. Bu da nə olacaq əslində? Kök 2, kök 2, 2 kök altında 2 və çıxılsın 2 kök altında 2. Bunlar islah getdi.
Kök 2 çıx kök 3. Bunlar da silah getdi. 0 bölünsün 5, yəni 0. Deməli düzgün cavab oldu 0 Y variantı. Sual baxaq 52-yə. Kök altında 10-da 9 plus kök altında 2,5-in əvəzinə 25 bölünsün 10 yazmaq olar. Çünki 10-a böləndə 1 vergül ayrılır. Plus burada da 14,4-ün əvəzinə 144 bölünsün 10 yazmaq olar. Bərabərdir. Ayrı kök alsam, kök altda 9 bölünsün kök altda 10. Yəni 3 bölünsün kök altda 10. Plus kök altda 25 bölünsün kök altda 10. Yəni 5 bölünsün kök altında 10. Plus burada da olacaq əslində 12 bölünsün kök altda 10. Bu da bərabərdir. Məxrəclər eyni olduğu üçün məxrəci saxlayacağam. Sürətləri toplayacağam. Deməli 3, 5, 12. Toplasam neçə oldu əslində 20. Qeyd edirəm. Məxrəci irrasionaldan azad etmək üçün məxrəcin qoşmasını, yəni hər tərəfi kök 10-a vuraq, bölək. Vurulsun kök altda 10. Bu da bərabərdir. Kök altda 10 vurulsun kök altda 10. Məxrəc oldu 10. Sürət oldu 20 vurulsun kök altında 10. Bu sıfırar getdi. Cavab olacaq 2 kök altda 10. Düzgün cavab C variantı. Sonra baxıram 53-cü suala. Eyni qayda üzrə yazacağım kök altında 9 bölünsün 10 plus kök altında 36 bölünsün 10 plus kök altında 121 bölünsün 10. Bu da bərabərdir. Deməli o ayrı kök alsam 3 bölünsün kök altında 10 plus 6 bölünsün kök altında 10 plus 11 bölünsün kök altında 10. Bu da bərabərdir. 3 plus 6 plus 11. Yenə 20 bölünsün kök altında 10. Qoşmasını vuraq. Vurulsun kök altında 10. Vurulsun kök altında 10. Bərabərdir. Məxrəc oldu sadəcə 10. Sürət 20 vurulsun kök altında 10. Sıfırar getdi yenə 2 kök altında 10. Düzgün cavab Y variantı. Sual 54. Deməli, ifadələrindən hansının qiyməti irrasionaldır? Gəlin ifadəni sadələşdirək. A bərabərdir. Kök altda 5 plus məxrəcin qoşmasına vuraq bölək. 2 plus kök 5. Deməli, burada da olacaq yenə 2 plus kök altında 5. O zaman məxrəc nə oldu əslində? Bir dəfə cəm, bir də fərqi. A kvadratı çıx B kvadratının düsturudur. 4 çıxılsın 5. Yəni mənfi 1. Sürətdə 2 plus kök altda 5. Bu da bərabərdir kök 5. Mənfi bölündə işarə dəyişəcək. Çıx 2, çıx kök 5. Kök 5-lər gedər. A bərabərdir o zaman mənfi 2-yə. Mənfi 2 rasional ədəd. Deməli A ola bilməz. Keçirəm B-yə. Yenə B-də də qoşmasından vuraq bölək. Qeyd edirəm 2 plus kök altda 3. Vurulsun 2 plus kök altda 3. Yenidə yazıram buradan B bərabərdir. Məxrəc A kvadratı çıx B kvadratının düsturudur. Öncə kökdə qeyd edim. Kök altda 3 çıxılsın. Deməli 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3. 4 çıx 3 məxrəc oldu 1. Sadəcə nə qaldı sürət? 2 plus kök altda 3. Bu da bərabərdir. Kök altda 3, çıx 2, çıx kök 3. Çünki kəsrin qarşısında işarə mənfi olduğuna fikir verin, işarə dəyişdi. Kök 3-lər getdi, buradan aldım, yenə mənfi 2 almış oldum. O zaman mənfi 2 də rasional ədəddir, B də ola bilməz. Qaldı C. Amma yenə hesablayaq. C bərabərdir. Bunun qoşması kök altda 10 çıx 3. Kök altında 10 çıx 3. Yəni almış olacağım kök altında 10 plus. Məxrəc nədir? A kvadratı çıx B kvadratının üstüdür. 10 çıx 9 yəni 1. Sürətdə sadəcə nə qaldı o zaman? Kök altında 10 çıxılsın 3. Bərabərdir. Kök 10 plus kök altında 10. 2 kök altında 10 çıxılsın 3. Təbii bu da irrasional ədəddir. Düzgün cavab o zaman yalnız C, yəni Y variantı. Baxaq 55-ci sual. Yenə eyni sual tipidir. Bu dəfə də rasionalı soruşurama diqqətli olacaqsınız. Deməli, birincinin qoşmasına vuraq bölək. Qeyd edirəm. 3 plus kök altında 11. Burada qeyd edirəm yenə 3 plus kök altında 11. Deməli, o zaman almış olaram A bərabərdir. Kök altında 11 plus. Məxrəc nədəsində? A kvadratı çıx B kvadratının düsturudur. O zaman 9 çıxılsın 11. Yəni mənfi 2. Sürət 2 vurulsun. 3 plus kök altında 11. Buradan 2-lər getdi. Nə almış oldum o zaman? Kök altında 11. Sürətdə mənfi 1-ə bölmüş olsam çıx 3, çıx kök altında 11 olacaq. Şərlər dəyişdi. Bu ikisi buradan getdi. A bərabərdir mənfi 3. Məndən rasionalı soruşur. A ola bilər. A rasionaldır. Keçirəm B-yə. Burada yenə qoşmasına vuraq bölək. Kök altında 10 plus 3. Kök altında 10 plus 3. Onda B bərabərdir. Kök altında 10 çıxılsın. Məxrəc nə olacaq əslində? Kök 10-un kvadratı 10. 3-ün kvadrat 9. 10 çıx 9. Yenə əslində oldu 1.
Sadəcə nə qaldı? Kök altında 10 plus 3. Bu da bərabərdir. Kök altında 10, çıx kök altında 10, çıx 3. Niyə? Kəsirin qarşısında işarə mənfi olduğu üçün işarə dəyişdi. Yəni B bərabər mənfi 3 aldım. Bu da rasionaldır. Deməli A, B rasionaldır. Gəl C-yə baxaq. Qoşmasını yenə vuraq bölək. Kök altında 6 çıx 2 və kök altında 6 çıx 2. O zaman C bərabərdir. Kök altında 6 plus. Məxrəc A kvadrat çıx B kvadrat üstürüdür. 6 çıx 4. 6 çıx 4 yəni 2 oldu. Sürətdə 2 vurulsun. Kök altında 6 çıxılsın kök altında sadəcə 2. Deməli, buradan 2'lər getdi. Nə almış oldum o zaman? Kök altında 6 plus kök altında 6 çıx 2. Bu da bərabərdir. 2 kök altında 6 çıx 2. Təbii bu irrasional ədəddir. Çünki burada bir kök var. Tam kök çıxmır. Və deyir ki, hansıların qiymət rasionaldır? O zaman A və B düzgün cavab elə A variantıdır. Sual 56. Yazıram A bərabərdir. 2 bölünsün. Məxrəcin qoşması yazıram kök altında 13 çıxılsın kök altında 12. Vurulsun kök altında 13 plus kök altında 12. Məxrəcdə kök altında 13 plus kök altında 12 bərabərdir. Deməli fikir verin, məxrəc A kvadratı çıx B kvadratın üstüdür. 13 çıxılsın 12. Əksində məxrəc etdi 1. O zaman sadəcə sürət qalacaq. Heç məxrəc kəsir yazmıram. 2 vurulsun. Deməli, kök altında 13 plus kök altında 12. İndi baxaq ikinci ifadəyə. B bərabərdir. 2 ilə 4'ə o belə 4'dür. O zaman 4 bölü 4 1, kök 13'ə vursam kök altında 13 plus 4'ü 2'yə bölsəm 2, 2'ni də kök 3'ə vursam 2 kök altında 3. Belə bir ifadə almış oldum. B-nin də məxrəci 1'dir. Çarpazına vurmuş olsam nə alacağım əslində? Tam bu formada. Bu ikisinin hasili bu ikisinin hasilinə bərabər olmalıdır. O zaman alıram kök altında 13 plus 2 kök altında 3 bərabər 4B-yə. Fikir verin, elə kök altında 12'ni icazə ver silip yerində yazacağım. Kök altında 12, kök altında 4 vur 3'dür. O da 2 kök altında 3 deməkdir. Bunu silirəm. Əvəzinə yazıram 2 kök altında 3. O zaman yenidən yazıram A bərabərdir bu ifadə olduğundan fikir verin A bərabərdir bu ifadə. 2 vurulsun. Həmən bu ifadənin əvəzinə mən nə yazacağım əslində? Fikir verin. Kök 13 plus 2 kök altında 3 4B-yə bərabər. 4B. Yəni A bərabərdir 8B. Düzgün cavab A variantı. 57-ci suala baxaq. Kök altında deməli 2 üstü 10 1024'dür. Plus 2 üstü 6 64'dür. Çıxılsın 3 bölünsün 31. Bu da bərabərdir kök altında. Olacaq əslində 1024 plus 64 çıx 3. Yəni 1085 bölünsün 31. Bu da bərabərdir kök altında 35. Yəni Y variantı. 58-ci suala baxaq. Deməli, bunu ayrı-ayrı sadələşdirə də bilərsiniz, vurub aça da bilərsiniz. Fərqi yoxdur. Məsələn, mən vurub açıram. O zaman olacaq 3 vurulsun, kök 32 vurulsun, kök 2. Yəni kök altında 64 plus 4 vurulsun. 18 vurulsun 2, yəni kök altında 36. Bu da bərabərdir. 3 vur 8 plus 4 vurulsun 6. 24 plus 24 48. Sual baxaq 59'a. 4'ü kökə daxil etsəm, 4'ün kvadratı 16 vur 3. Yəni kök altında 48. Bizdən ədədin tam hissəsini soruşur. 48 əslində tam hissəsi neçədir? Normalda kök altında 49 olsa 7 olardı. 7'yə çatmır. Bunun 6 tam nə qədərdir? Tam hissəsi o zaman bunun ilə 6'dır. Sual baxıram 60'a. 5'i kökə daxil etsəm 25, 2'yə vursam 50. Bu da əslində 49 olsa 7 olardı. 50'dir. Yəni 7 tam nə qədərdir? Tam hissəsi təbii 7'dir. Sonra 61-ci suala baxaq. Kvadratdan kök getsə qalacaq modulda 2 çıx 9 plus kvadratdan kök getdi yenə modulda 2 plus 5 bərabərdir. Deməli 5 ilə 9'un əslində istənilən bir ədəd götürüb modulun daxilin şərəsini müəyyən edə bilərsiniz. Məsələn, mən buradan 7 götürürəm. 7 çıx 9 modulun daxilin şərəsi nədir? Mənfi. Modulun daxilin şərəsi mənfi 8 çıxacaq. Yəni 9 çıxılsın 2 plus x-in əvəzinə 7 yazsam 7 plus 5 əslində oldu müsbət ədəd. Modulun daxili müsbətsə o zaman olduğu kimi çıxacaq. 2 plus 5. Bu ikisi buradan islah getdi. 9 plus 5 14. Doğru cavabımız olduğu zaman 14. 62-ci suala baxaq. Tam eynisidir. Kvadratdan kök getdi. Qaldı nə? Modulda 2 çıxılsın 5. Plus kvadratdan kök getdi. Qaldı nə? Modulda 2 çıxılsın 9. Bu da bərabərdir. Yenə 5 ilə 9'un arasında tutaq 7 götürdüm. 7 çıx 5. İşarə nədir? Müsbət. Modulun daxili müsbət olduğu kimi çıxacaq. 2 çıxılsın 5 plus.
7 çıx 9, işarə mənfidir. Modundakı mənfi 8 çıxacaq. Yəni 9 çıxılsın 2. Buradan əslində deməli x-lər islah getdi. -5 plus 9 oldu müsbət 4. Doğru cavabımız. 63-cü sualımıza baxaq. 2 rəqəmli ədədləri üçün ədədi rasional ədəd olarsa AB ədədi neçə fərqli qiymət ala bilər? Yazıram kök altında. Mərtəbələr vahidinə görə açsam nə yazacağam? Bu nə deməkdir? 10A plus B. Bu nə deməkdir əslində? 10B plus A bərabərdir. Kök altında 11A plus 11B. Yenidən yazacağım o zaman nə? Kök altında 11-i mörtəzə xaricdən çıxartdım. Nə almış oldum əslində? A plus B. İndi diqqət edin. Deyir ki, ədədi rasional olarsa, 11-i hansı ədədə vurum ki, rasional olsun? O zaman 11 vur 11 olmalıdır ki, 11-in kvadratı. Kvadratdan kök geçsin, irrasional aradan qalsın və olsun rasional. Deməli, A plus B 11 ola bilər. 11-dən sonra 11-in kubu ola bilər. 11-in kubu olacaq 1331. Amma A da B də rəqəmdir. 2 dənə rəqəmi toplasam, ən çox 18 elə bilər. Ondan böyük edə bilməz. O zaman burada bizə hal var. A plus B dəqiq 11 olmalıdır. O zaman qeyd edirəm bura A və B. Gəlin görək hansı hala mümkün. A rəqəmdir, B də rəqəmdir. A-ya ən çox tutaq 9 verə bilərsən. A 9-sa B ilə toplayanda 11 olmalıdır. O zaman B olmalıdır 2. 8 olsa olmalıdır əslində 3. 7 olsa 4. 6 olsa olacaq 5. Çünki toplasam 11 olmalıdır. 5 olsa olmalıdır əslində 6. 4 olsa olacaq əslində neçə? 7. 5 olsa, daha doğrusu 3 olsa olacaq əslində neçə? Burada qaldı 8. 2 olsa 9. 1 olsa 10, amma bu mümkün deyil. Çünki 10 artıq ədəddir, rəqəm deyil. Bizdə A da B də rəqəm olmalıdır. Deməli, bizdən də soruşur ki, A, B ədəd neçə fərqli qiymət ala bilər? O zaman baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 müxtəlif qiymət ala bilər.